Salam dostlar, necəsiniz? Nə var? Sizin telefon niyə tez-tez xarab ola bilsin? Çünki düzgün şunlardan və düzgün başlıqdan istifadə eləmirsiniz. Baxın görün burada nə qədər çeşid var. Bunların içində ən yaxşı 3 dənə firma, yəni hansı firma yaxşıdır, onu göstərəcəm. Çünki mən bunu 15 ildir satıram. Hansı yaxşı, hansı pisdir bilirəm və sizə göstərəcəm. Sizə nə vaxtsa başqa yerdən hardasa alası olsanız, gedib mənlərin firmanın şununu ala bilərsiniz. Telefon xarab olmanın 2 səbəb var. Birinci istifadədən asılıdır. İkinci növbədə isə taxdığınız şunur və başlıqdan. Əgər düzgün şunur və başlıq taxmasanız, telefon batareyası tez şişə bilər, sxeması tez xarab ola bilər, zamkanı da birbaşa vurub telefonu yandıra bilər. Belə deyək də, insan kimi telefon. Yəni düşünün ki, insan yediyi qidaya görə sağlam olur. Sağlam yemək yesəz, yəni özünüz də sağlam olarsınız, həkimə daha az gedərsiniz. Ona görə düzgün adapterdən, başlıqdan istifadə edin ki, siz də tez-tez ustalara düşməyəsiniz. Batareykanın şişməyini də düzgün şunurdan, başlıqdan asılıdır. Firmaya görə dəyişir. Elə firmalar var yaxşıdır, elə firmalar var pis dostlar. Misal üçün, gəlin sizə 3 dənə ən yaxşı firmanı göstərim ki, onu rahatlıqla ala bilərsiniz. Nəysə, gəl göstərək. Baxın dostlar, görün burada nə qədər çeşid var. Bunların içində yaxşıları da var, pisləri də var. İndi soruşarsınız ki, pisləri varsa pisləri niyə satırsınız? Ona görə satırıq ki, tələbat var, müştəri istəyir də. Müştəri istəyir. 3 manatlıq da var, nə bilim mən 10 manatlıq da var. Tələbat da istəyirlər, satırıq bizdə. Amma məsləhət gördüklərimiz odur. İndi gəlin sizə məsləhət gördüyüm firmalardan 3 dənəsinin adını çəkim və sizlə rahatlıqla alıb istifadə edin. Pocolar, Poco yazılan Poco firmalarını görürsünüz. Uzaqlaşdı da. Poco firmalarının şunlarını rahatlıqla ala bilərsiniz. Həm silikondur, yumuşaqdır, həm də keyfiyyətlidir. Sonra indi gələk. Misal üçün qıfuzun 2, qıfuzun görürsünüz. Bunlar da yaxşıdır. Mən 3 dənə dedim, amma 4 dənənin adını çəkəcəm. Çünki 4-cünü də bura əlavə eləməliyəm. Qıfuzun da əsas şunurları, Pocoların da həm başlıqları, həm də ki şunurları daha keyfiyyətlidir dostlar. Amma qıfuzun sadəcə şunurları yaxşıdır. Foni aşağı segmentdir. Bunlar elə də məsləhət deyil, yəni ucuz maldır. Amma elə mallar var ki, ucuz amma keyfiyyətlidir. Əgər tapa bilsəz, ən yaxşı firmalardan biri dostlar, bax, Jairon'dur. Görürsünüz, qiyməti də 40 manatdır. Bunların ən ucuzu, baxın bunlar, Jairon. Bunlar super maldır. Belə firmaların içində ən yaxşısı mənə görə Jairon'dur. Jairon həm bahalıdır, həm də çox keyfiyyətlidir dostlar. Özüm də bundan istifadə edirəm. Bunlar çox baha olduğu üçün hər deyən adam bunu almır. Ona görə ki, bu premium modeldir. Bir də flagman deyək, bahalı modeldir. Ən ucuzu da 20-25 manatdan başlayır. Ən çox satdığım belə ucuz modellərdir, orta səviyyə modellərdir. Orta səviyyə modellərdən misal üçün bax, Euroax'dır. Euroax da öz sözünü demiş firmalardır. Amma Euroax'ın içində də biraz qarışıqdır, yəni tam deyə bilmirəm. İçində pis modelləri də var, yəni. Bax, orta segment gedir. Həm qiyməti keyfiyyətlidir, qiyməti uyğundur, keyfiyyətli də. Həm qiyməti uyğundur, həm də ki özü keyfiyyətlidir dostlar. Rahat Euroax da ala bilərsiniz. Euroax'ın şunurlarını ala bilərsiniz misal üçün. Başlıqları da normaldır, elədir yəni. Amma telefonu xarab eləmir, ondan qətiyyən narahat olmuyorum. Məsələn, tək başlıqlar bunlardan satırım, bu arada qəşəng çıxır. Belə deyək də, orta segmentdə pulunuz orta büdcəlidirsə, gəliriniz, məsələn, Euroax ala bilərsiniz. Yox, bahalı, keyfiyyətli məhsul istəyirsinizsə, bax, Jairon malı mütləq tövsiyə edirəm şiddətdən. Bunlar hər deyən mağazalarda tapa bilməzsiniz. Məndə də var, amma az qalıb, çünki dalı gəlmir. Ən keyfiyyətli Jairon'dur. Jairon'un adapter başlığı da olur, onun powerbankları da olur. Powerbanklar düz dobilləri nisbətən biraz baha olur, 20 manat, 15 manat. Amma powerbanklar da çox gözəl çıxır. Və Jairon'dur, Euroax orta segmentdir. Jairon'da 3 segmentdir, bahalı modeldir. Foni də aşağı modeldir. Yəni Fonilər ucuz marka gedir. Yəni aşağı təbəqəyə üçün, kasıb adamlar üçün. Ən çox da satdığım elə orta segment Fonilər. Ucuzu Fonidir, ucuz modelləri, yəni 5 manat, 10 manata kimi bahalıları. Orta səviyyə Euroax'dır, belə deyək. Ucuzu Fonidir, orta səviyyə Euroax ala bilərsiniz. Adapterlərdən gedir söhbət, adapter şunur qarışıq. Və
Jairom üst səviyyədə bahalı keyfiyyətli model. Bir də şnurların da Hokoları bayaq demişdim, ala bilərsiniz. Hokodan qıfızın şnurları da daha məsləhətdir dostlar. O qədər videom faydalı olsa bəyənib takip etməyi unutmayın ki, belə videoları qaçırmayın. Sağ olun. Sabah növbəti videoda görüşərik.